Bismillahirrahmanirrahim. Selamun aleyküm əziz və dəyərli mömin qardaş və bacılarımız. Hər vaxtınız xeyirli olsun. Son günlər İslam dünyasında çox mühüm bir hadisə baş verdi. Uzun illərdir müzakirə olunan bir məsələ nəhayət ki öz həllini tapdı. İslam dünyasında yeni dini lider seçildi və bu vəzifəyə İslam ümmətinin rəhbəri Seyyid Muçtaba Xameneyi gəldi. Əslində bu mövzu uzun müddətdir həm siyasi dairələrdə, həm də ictimaiyyətdə müzakirə olunurdu. Xüsusilə də Şəhid Ayətullah Seyyid Əli Xameneyi rəhmətullahdan sonra İslam dünyasına kimin rəhbərlik edəcəyi barədə müxtəlif ehtimallar səsləndirilirdi. Bu ehtimallar arasında ən çox adları çəkilənlərdən biri məhz Seyyid Muçtaba Xameneyi idi. İndi isə artıq bu seçim baş verdi. Təbii olaraq bu hadisədən sonra hər kəsi maraqlandıran sual budur. Dini liderin İslam dünyasında olması və seçilməsi hansı dəlil əsasındadır? İslam hökumətinin zəruri olması İslam dünyasında və müsəlmanlar arasında heç bir ixtilaf yoxdur və mütləq Əziz İslam Peyğəmbərindən sonra da İslam dünyasında rəhbər olmalıdır. Rəhbər və liderin İslam əhkamı üzrə alim, təqvalı olmalı, idarə etmə məharətinə malik olmalıdır və bu göstəricilərə malik olması barədə heç kimin tərəddüdü yox idi. Yalnız təyin edilmədə problem yaranmışdı ki, görəsən bu göstəricilərə malik olan şəxs Allah Taala tərəfindən təyin olmalıdır ya yox? İslam Peyğəmbəri sallavatullahdan sonra müsəlmanlar arasında bu barədə ixtilaf yaranmışdı və bu düşüncə fərqliliyi hələ də davam eləməkdədir. Əziz İslam Peyğəmbəri sallavatullahın zamanında və yaxud ondan sonra Şiə düşüncəsinə sahib olanlar deyirdilər ki, şübhəsiz İslam dünyasının və müsəlmanların rəhbəri Allah Taala tərəfindən təyin olmalıdır. Qeyd elədiyimiz kimi İslam hökumətinin qeyd-şərtsiz qurulması müsəlmanlar arasında heç bir düşüncə fərqliliyi olmayıb. İslam ümmətinin rəhbəri və lideri salih bir şəxs olmalıdır və İslam əhkamını icra eləməlidir. Bu barədə ixtilaf olmayıb. Düşüncə fərqliliyi burada olub ki, məgər təqvalı olma, əhkam elminə sahib olma, strategiya baxımından idarə etmə, rəhbərlik qüdrəti və liderlik səlahiyyətinə malik olan şəxsin Allah Taala tərəfindən təyin edilməsi zəruridirmi? Elə həmin dövrdən indiyə kimi Şiə inancının düşüncə prinsipi bu olub ki, rəhbər gərək Allah tərəfindən təyin olunsun. Buna əsaslanan məsum İmam əleyhissalamlardan və əziz İslam Peyğəmbəri sallallahu aleyhi və səlləmdən rəvayətlərdən əlavə Quran-ı Kərimdə də buyurulub ki, Ətiullah və ətiur Rasul və ulul əmri minkum. Allah Taalaya, əziz İslam Peyğəmbəri sallavatullaha və əmr sahiblərinə itaət edin. Ulul əmri minkum Allah Taalanın təyin etdiyi İslam ümmətinin rəhbər və liderləridir. Cənab Cabir İbn Ənsaridən rəvayət nəql ediblər ki, əziz İslam Peyğəmbəri sallavatullahdan soruşur, Allaha, Peyğəmbərə sallavatullaha itaət eləməyi bildik, bəs əmr sahiblərinə itaət eləməyin mənası nədir? Həzrəti Peyğəmbər sallallahu 12 imamın adlarını bir-bir Cənab Cabirə sadalayır və bizim bir neçə yolla dəlillərimiz var ki, bu zamanda hər kim İslam hökumətinin lideri və rəhbəri olmaq istəyirsə, mütləq Allah tərəfindən təyin olunmalıdır. Biz Şiələrin inancına əsasən insanların məsum İmam əleyhissalamların birbaşa rabitəsinin olmadığı bir zamanda və ya məsum imamın İslam hökuməti qurub idarəçilik etməsinə şərait yaranmadıqda, istər bu şərait məsum İmam əleyhissalamın insanların arasında olmuş ola, istərsə də qeybdə ola. Biz Şiələrin etiqadi düşüncəsinə görə rəhbər və lider mütləq Allah tərəfindən təyin olunmalıdır. Məsum İmam əleyhissalamlar özləri bu iş üçün formul müəyyən edib. Buyurublar ki, kim bizim sadaladığımız göstəricilərə malik olarsa bizim nümayəndəmizdir və biz onu müsəlmanların lideri və
İslam ümmətinin rəhbəri təyin etmişik. Yəni insanlar elə bir dövrdə yaşayırlar ki, Məsum İmam əleyhissalam hökumətindən faydalana bilmir. Onlar öz tərəfindən canişin təyin eləyiblər. Bir vaxtlar cənab Hüseyn ibn Ruh öz tərəflərindən təyin eləyirlər və buyururlar ki, sən bizim nümayəndəmizsən, ona deyilir xüsusi naib, naibi xas. Amma bir vaxt buyururlar, əgər hər hansısa fəqih bu göstərici və xüsusiyyətlərə malik olarsa, bizim tərəfimizdən təyin olunub və onun hökmü bizim hökmümüzdür. Fərqi yoxdur. Buna deyilir ümumi naib, yəni naibi am. Terminoloji baxımdan bu qaydada təyin olunan naibə deyilir naibi cami şərait və ya vilayət fəqih ki, imam tərəfindən təyin olunub. Yəni Allah tərəfindən təyin olunmuşdur. İdarəçilik və strategiya baxımından İslam hökuməti idarəçisidir və ona itaət eləmək Məsum İmam əleyhissalama itaətdir. Məsum imama itaət eləmək elə bil ki, əziz İslam peyğəmbəri sallallahu itaətdir və İslam peyğəmbəri sallallahu itaət Allah Taalaya itaət etmək deməkdir. Ətiullah və ətiur Rasul və ulul əmri minkum. Allah Taalaya, əziz İslam peyğəmbəri və əmir sahiblərinə itaət edin. İslam ümmətinin ikinci rəhbəri şəhid Ayətullah Seyyid Əli Xameneyi rəhmətullahın uzun illər formalaşdırdığı strategiyada mühüm bir xətt var idi. Bu xətt region ölkələri ilə, xüsusilə də Türkiyə və Azərbaycan ilə münasibətlərin qorunması idi. Bəzən gərginlik olub, müxtəlif siyasi və geosiyasi proseslər yaşanıb. Hətta bəzi üçüncü tərəflər bu münasibətləri pozmağa çalışıblar. Amma buna baxmayaraq, İran İslam Respublikası region dövlətləri ilə əlaqələri tam qırmaqdan həmişə çəkinmişdir. Çünki region ölkələri ilə sabit münasibətlər İran İslam Respublikası üçün sadəcə diplomatik məsələ deyil. Bu həm təhlükəsizlik, həm də strateji baxımdan çox böyük əhəmiyyət daşıyır. Məhz buna görə də ən real ehtimal odur ki, yeni rəhbər dövründə də bu strateji xətt böyük ölçüdə davam etdiriləcək. Burada idarə etmə nəzəriyyəsinin də çox mühüm bir prinsipi var. Güclü institutlara malik dövlətlərdə strategiya adətən şəxslərdən daha uzun ömürlü olur. Rəhbərlər dəyişə bilər, amma dövlətin əsas strateji xətti qalır. İran İslam Respublikasının siyasi sistemi də məhz belə sistemlərdən biridir. Digər tərəfdən İran İslam Respublikasının idarə etmə modeli sadəcə siyasi model deyil. Bu sistem vilayət fəqih prinsipinə əsaslanır. Yəni burada rəhbərlik yalnız siyasi rəhbərlik deyil, həm də dini məsuliyyətdir. Şiə siyasi düşüncəsində rəhbərlik və liderlik Allah Taala qarşısında bir əmanət kimi qəbul edilir. Quran-ı Kərimdə də insanlara əmanətləri əhlinə vermək və Allaha, peyğəmbərə və əmir sahiblərinə itaat etmək tövsiyə olunur. Ətiyullah və ətiyur Rasul və ulul əmri minkum. Bu baxımdan dini liderlik və rəhbərlik sadəcə hakimiyyət deyil. Bu həm İslam ümməti qarşısında, həm də region xalqlar qarşısında böyük bir məsuliyyətdir. Məhz buna görə də dövlət idarəçiliyində bəzən ən vacib sual lider kim olacaq sualı deyil. Əsas sual budur. Dövlətin strategiyası necə davam edəcək? Mövcud reallıqlara baxanda görürük ki, yeni lider dövründə də region ölkələri ilə sabit münasibətlərin qorunması siyasəti davam etdiriləcək. Bu isə bölgədə yaşayan müsəlman xalqlar, xüsusilə də türk xalqları və İslam ümmətinin inanclı insanları üçün ümidverici bir vəziyyətdir. Ümid edirik ki, bu yeni mərhələ həm İslam ümməti, həm də bölgə xalqları üçün xeyirli və bərəkətli olacaq.